Arazın qayalardakı sirri. Qədim dövrlərdə Araz adında bir gənc yaşayırdı. Araz mağaraların divarında rəsm çəkməyi çox sevirdi. O, kənddə baş verən bütün maraqlı hadisələri qayaların üzərinə şəkillərə köçürürdü. Bir gün Araz mağaraya gəldi və gördü ki, dostları onun çəkdiyi şəkillərə baxıb mübahisə edirlər. Araz orada bir ayı şəkli və yanında bir ağac çəkmişdi. Dostlarından biri deyirdi, ayı ağacdan bal yeyir. Digəri isə etiraz edirdi. Xeyr, ayı ağacın altında yatır. Araz başa düşdü ki, şəkillər çox gözəldir. Amma onlar hər şeyi dəqiq izah edə bilmir. Hərə şəklə baxanda öz bildiyini düşünürdü. Araz oturub dərindən fikirləşdi. Necə edim ki, dostlarım mənim də dediyimi başa düşsünlər? O, hər bir danışıq səsini kiçik işarələrlə göstərməyə başladı. Məsələn, A səsi üçün bir üçbucaq, B səsi üçün bir cızıq. O, rəsmlərini bu işarələrlə bircə yazdı. İndi dostları mağaraya gələndə sadəcə şəkillərə baxmırdı. Həm də həmin işarələri oxuyub hadisəni dəqiq anlayırdılar. Beləliklə, insanlar şəkillərin çətinliyindən xilas olub hərflərin dünyasına addım atdılar. Yazı artıq insanların ən etibarlı dostuna çevrildi.